Siz izləyicilər, bugün maraqlı bir mövzuya toxunmaq istədiyim 6-cı sinif dərsliyinə əlavə edilmiş, yəni yeni 6-cı sinif dərsliyində yer alan hiperonim və hiponim terminlərini izah etmək istəyirəm. Deməli, hiperonim nədir? Hiperonim daha belə ümumi bir anlayışdır. Hiponim isə hiperonimin daxilində yer alan sözlərdir. Məsələn, ekranda baxaq, sözlərə baxaq. Stol, stul, masa, qapı. Bu 4 sözü birləşdirən hansı söz ola bilər? Mebel sözü ola bilər. Deməli, yadda saxlayırıq. Buradakı mebel sözü hiperonimdir. Çünki daha ümumi anlayış ifadə etdi. Hiperonim. Amma qeyd etdiyim bu 4 söz hər biri ayrı-ayrı hiponimdir. Amma hamısı mebel sözünün daxilində yer alan hiponimlərdir. Və biz hər hansı bir sözü izah edərkən həmin sözün hiperonimini də əsas gətirib izah edirik. Məsələn, avtobus, maşın, qatar sözlərini biz necə izah edə bilərik? Deyə bilərik ki, bunlar hər biri nəqliyyat vasitəsidir. Deməli, nəqliyyat vasitəsi sözü həm hiperonim sayıldı, həm də biz bu sözlərin izahını verərkən həmin hiperonimdən istifadə etmiş olduq. İndi isə gəlin testlərə baxaq. 1. Hansı cümlədə, hansı cütdə birinci söz ikinci sözün hiperonimidir? Yəni, birinci söz hiperonimdir. A variantında yazır ki, alma və meyvə. Əksinə, meyvə burada hiperonimdir. Alma isə onun hiponimidir. Çünki meyvənin daxilində alma yer alır. Bunu çıxdıq. Bizə lazımdır ki, hiperonim birinci tərəfdə olsun. Meyvə, alma. Aha, burada isə düzgün verib. 2. Nəqliyyat vasitəsi sözünün hiperonimi. Yəni, hiponimi. Baxırıq. Deməli, hərəkət, yol, sürücü çıxır, avtomobil qalır. Hansı sırada verilən sözlərin hamısı quş sözünün hiponimidir? Quş sözünün hiponimləri. Qartal, sərçə, göyərçin. Bəli, hər üçü quş, yəni quş sayılır. Quşun növüdür. Cavab A variantıdır. Məsələn, B-də B uyğun deyil. C-də sərçə uyğundur, göyərçin uyğundur. Heyvan isə uyğun deyil. Heyvan daha ümumidir. D-də isə canlı aid deyil. Qartal aiddir. Quşdakı ümumidir. Cavab A oldu. Mebel sözü aşağıdakilərdən hansına görə hiperonimdir? Yəni, hansının hiperonimi sayıla bilər? Otaq deyil. Masa, bəli, masa, mebel sayılır. Hansı cütdə sözlər arasında hiperonim, hiponim əlaqəsi yoxdur? Aha. Ağac, palıd. Palıd ağacın bir növüdür. Yəni, birinci söz hiperonimdir, ikinci söz hiponim. Geyim, köynək. Bu da. Çiçək, qızılgül. Bu da. Kitab, dəftər isə ikisi də eyni kateqoriyaya aiddir. Yəni, bunlar hiponim sayıla bilir, hər ikisi. Bir-birinə nisbətdə biri hiponim, biri hiperonim deyil. Balıq sözünün hiperonimi hansıdır? Hiperonim, yəni onun içində yer alan, yox, daha doğrusu balıq sözünü daha da ümumiləşdirən canlı sözü. Dəniz təbii ki, ola bilməz. Kürü hiponimidir. Hiperonimi deyil, kürüdür, sazandır, bunlar balığın növüdür. Balığın içində yer aldığı üçün bunlar hiponimdir. Hansı söz meyvə sözünün hiponimi deyil? Armud meyvə sözünün hiponimidir. Gavalı da həmçinin, albalı da. Pomidor isə tərəvəz sözünün hiponimi ola bilərdi. Heyvan sözünə münasibətdə at sözü nədir? Heyvan daha ümumidir, yəni heyvan hiperonimdir. At da onun daxilində yer alan hiponimdir. Yəni heyvana münasibətdə at nədir? Hiponimdir. Hansı cütdə ikinci söz birinci sözün hiperonimidir? Yəni ikinci söz hiperonim olsun. Deməli, qızılgül çiçək. Burada düzdür. Çiçəyin içində qızılgül yer alır. Deməli, çiçək nədir? İkinci söz nədir? İkinci söz deyir ki, hiperonim olsun. Bəli, ikinci söz burada hiperonimdir, birinci də hiponimdir. Bu ola bilir. Meyvə, alma. Burada isə əksinədir. Meyvə hiperonimdir, birinci söz. Bizə isə ikinci söz lazımdır ki, hiperonim olsun. Sərçə, quş. Bəli, quş hiperonimdir, sərçə də onun hiponimidir. Yəni, bu da cavabdır. Palıd, ağac. Ağac da hiperonimdir. Palıd isə onun bir növü olan hiponimdir. Burada D də uyğundur. Yəni, burada 3 dənə cavab var. İdman növü hiperoniminə aid olmayan söz. Yəni, idman növü hiperonimdə futbol, idman növüdür. Voleybolda, basketbolda, stadion isə tamam fərqli bir şeydir. Yəni, idmanın oynandığı yerdir.